Salam aleyküm dostlar. Necəsiniz, keyfiniz, əfranız, deyirdik. Salam aleyküm dostlar. Yox. Salam aleyküm dostlar. Necəsiniz, keyfiniz, əfranız, necəsiniz, keyfiniz, əfranız, hamımız yaxşı. Bu gün üçün dostlar. Yani üzrünü sayın dostlar. Yenə pərt olmuşam sizin yanınızda. Bir də gedim dostlar. Usulumu gətirim. Usul qoymuşum damın qabağına. Benim gətirim. Hə dostlar gəl. Usulumun yanındayım. İndi aparım evə. Evə getirəm ki hərkin qabağına. Hə, gəldim axırdım dostlar, gələm. Yerə deyəsi üstüla, hə. Gəldiləri, gəldi, canavarlara bax, canavarlara bax. Hə. Deyirdim ki, nə deyirdim mən? Hə, üzrü sayın dostlar, dürən bir gün boyunca oyaq qalma virus çəkəcəkdi. Dostlar, indi anladım ki, mən oyaq qalma virusunu çəkə bilməyəcəm. Nəyəsə? Hə. Onun yerinə dostlar dəyişdirəcəm. Nə videosu qoyacam onun yerinə? Nə videosu qoyacağım dostlar? Hə. Heyvanlara yemək verdim videosu qoyacaq. Heyvanlar gələcək, küs heyvanlar olsa. Nə qədər yemək verəcəm olsa, nə qədər heyvanlar daha doğrusu yemək verəcəm. 6 heyvanlar. Çünki mən 600 abunəyəm. 600 heyvana verəmərəm çünki Salyanda bu heyvan yoxdur. Pişiklər verəcəm ancaq. İtlərə versəm, itlər gəlib mənə axşam yemək eləyərlər məni. Ancaq itlərə verməyəcəm. Bəlkə görsəm, bəlkə uzaqdan atıb qaçarım. Bəlkə. Bilmirəm. O da olsa arxa bazarda olmalı, yəni dal bazarda. Dal bazar pis çıxır adı. Yəni adı nədir dostlar? Mən nə qarım. Adı deyəncə köhnə bazardır ora. Orada itlər var, orada bəlkə verərəm. Yəni nə verəcəm yeməyə isə bilmirəm dostlar. Bəlkə kalbasa altın verdim, bilmirəm. Kalbasa üzdür. Hə. Kalbasa verəcəm dostlar. Hərəsinə bir dənə pişiyə, məsələn, boboya kalbasa olacaq, boboya kalbasa. Bir də pişiyə, bir də dilim bəslidir məncə. Hə? Bir də dilim bəslidir. Kalbasa çıxacaq bir 3 manat, 5 manat gələcəkdir yəni. Yəni kapsuna kalbasalar var ya onlardan. Hə. Qoy arı. Qorxdum hə. Arı gitti arı. Hə, nəysə. Quşlar gətirim dostlar bir yana. Hə, gəlin lan buraya. Gelin. Hə. Quşlar azıcını bırakmışım dostlar. Biraz həyətdə gəlsinlər. Gün işığı var orada. Təzə gün işığı vursunlar. Anam da mən kutka geyindirib. Özə kutka yox, balonka geyindirib ki xəstələnirəm. Onsuz xəstələnmişim dostlar. Yenə də xəstələndim. Hə, nə deyirdim? Hə, yəni 6 də pişiyə yemək verəcəm. 6 yox, yəni 3 də pişiyə, yox. 5 də pişiyə yemək verəcəm. İt də yorsam bir dənəsinə kalbasa atıb qatacam. Yəni belə. Hə. 700 abunələr nə videosu gələcək? Otaq videosu gələcək. Sonra dəyişdirəcəm olsa 700 abunəyə hə, 700 abunələr ağac açma videosu gələcək. Ağac açacağım yəni. 7 ağac açacağım. Çünki 700 abunə olmuşam. 700 ağac açam mənə. Nə ağac açacağım dostlar? Bir dənə, 4 dənə heyvə ağacı, 2 dənə alma ağacı, bir də armud ağacı açacağım. Oradan sonra məhəlləmizə açacağım dostlar, məhəlləmizə. Məhəlləmizin dostlar zibilli yeri var idi. Oraya açmaq istedim, prosta ora alıb var, sonra açım verəm. Lap arxalara aça bilərəm. Qanun yanına bir dəvə ora açıram. Bir də ki, açarım o heç, açacağım o heç. Böyüksə dostlar, hər gün girib baxaram. Məktəbə gedirəm, daha onsuz yoğunsuz su tökərəm. Hə, yağış yağıb dolduracaq suyu. Hə. Bizdən onsuz hər gün yağış yağır. Yağış yağır, prosta gecə yağır, bizdən yağışın üzünü görə bilmirik də. Hə, duran yağış yağır, görürsünüz. Divan üstü sudur. Görürsünüz, hə. Nə deyirdim? Nə deyirdim mən? Hə. 800 abunə dostlar, ev heyvanlarına yuva tikdim, videosu gələcək. Yuva
düzəltdim, yəni barınak ev heyvanları düzəltdim. Onu qışa yaxın düzəltdim dostlar. Qışda heyvanlar yağışda donur axı, ona görə ev düzəldəcəm. Nə ev düzəldəcəm onu da heç bilmirəm dostlar. Taxtadan ev düzəltsəm, pis olar dostlar. Qutudan da düzəltsəm, yağış yağsa yaman olacaq. Bəlkə onu da daha dəyişdirdim, bilmirəm. Bəlkə onu dəyişdirdim, prosta nəsə düzəldim, bilmirəm. Nə video var, nəsə düzəldim. Bir sənə təyədim dostlar. O ev heyvanlar deyim dostlar ya, mən bağışlıyorum. Ev heyvanları demək istəmirdim. Yəni tüs heyvanlarına, özə quş heyvanlarına, sərçə nə bilim ha, sığırçındır, qaratoyuqdur və belə heyvanlarına, quş heyvanlarına pişirirsən. Küçə quş heyvanlarına, yavanı quş heyvanları deyək. Onlara yuva düzəldim dostlar. Nətə, butulkanı düzələ bilərəm məsələn üçün. Düzələndə dən də qoyaram içinə. Sonra düzəldək onu düzəlməklə. Burada ağac var burada açmağa. Bir tane düzəldək dostlar. Bir tane düzəldək. Bir tane alındırarıq. Yəni 8 də onda düzəldəcəm. 8 abunə hələ çox qalıb. Nəysə fikrimdə olan bunlar da olsa. 600 abunə heyvanlara, düz heyvanlara yemək vermək. 700 abunəyə ağac əşmək, 7 ağac əşmək. O da təqribən olsa, bura gətirsəl ağac əşəcəm. Bu gətirməsələ Salyana gedib açacağım. O da hər şey Salyana gedib halım yoxdur gelməyə. Ağac orada satırlar. Yəni Bakı maşından yanında satırlar. Dayanacaq yeri satırlar şeyləri, ağacları. Polis ancaq orada heyvan ağacları satırlar. Görürsən, heyvandan yatdan satarlar. Heyvan düzdür bizdə var. Hətta cüyəm də var olsa bizdə. Bu arada cüyəm falan. Cüyəmi aparıb etsəm görsən, balaca deyil, çox balaca deyil. Görsən yanar, bəlkə bilmirəm, bəlkə yanar. Quşlarımız ortlayırlar, elə bil quzudurlar, quzu. Yəni belə dostlar. Fikrim var, belə videolar çəkim. İnşallah bəyənərsiniz də. Həqiqətən pul xərcləyirəm. Bəyənin də yəni. Az baxış gəlsə səni istənəcəm. 500 abunə olsar, biləm narıncı yeməklər videosu gələcək. Dostlar, səhər yeməyi tapmışam. Qoğulmağıldan bal yedim. Qoğulmağıl nədir bilirsiniz? Bilməsinizsə, indi deyim nə də neysə. Deyirəm indi. Mənə olsa 2 yumurtanın sarısını götürürlər, sarısını deşirlər, bir də qaba qoy tökürlər, qarışırlar, biraz pəsək tökürlər, çox pəsək tökürlər daha doğrusu və bandırırlar, çörək yeyirlər. Biraz çörəyin üstünə tökürlər, yeyirlər. Mən uşaq vaxtı anam yizdirirdi mənə, indi yizdirmir. Yizdirmir deyən şey düzəldir, amma mən yeyirəm də həftədə bir dəfə. Sabah düzələr yəqin ki. Yeni həftə başlayır ona görə. Sonra bal. Bal yəqin narıncı da. Sarı olsun ağam dostlar. Narıncı kimi göründəsiz. Bal yeyərəm. Günorta yeməyi dostlar tapmamışam. Nə yeyeyim? Axşam yeməyi tapmamışam. Nə yeyeyim bilmirəm. Ona görə dostlar gələ bilmir hələ ki video. Yoxsa gələrdi dostlar. Səhər yeməyi tapmışam. Günortadan axşam yeməyi tapmamışam. Siz bilirsinizsə narıncı yeməkləri nədir? Deyə bilərsiniz. Narıncı yeməyi nə ola bilər? Katuşka yoxsa katuşka sarıdı axı. Yəni işim, nə deyirəm mən, dilim dolaşıyor mənim. Nə deyirəm mən? Qonşuda quşdan tutub. Baxın. Zamanın quşu var, beləncə olar. Beləncə, yoxsa mən deyirəm. Qoyun kimi otlayırlar burada. Nəysə, beləncə yaxşı deyirlər. Acasına bırakmışım dostlar ki, acasına yaxşıdır. Bırakırlar. Siz də uçurmaq uçurarsınız. Prosta mən uçura bilmirəm. Ona görə belə otlamaq yaşayıram. Dostlar, yəni siz də tapa bilirsiniz narıncı yeməklər nə var? Günorta yeməklər, axşam yeməklər nə var? Yaza bilərsiniz yoruma. Yəni mən səhər yemək tapmışım. Yəni indiyə də fikirləşirəm dostlar. Həmin o yuva düzəltdimlə ev heyvanına yemək verdim. Bir sıra bugün yattım dostlar. Bugün yattım özdə. Səhər duran yattım. Səhər yəni bugün səhər. Yuxumda və yuxuma gör də belə nə deyim mən? Vay be, şibə.
Sən lazımdır bunu əlləmək. Sən lazımdır bunu əlləmək. Nəysə. Nəysə. Damağınızı basaq ki, qorxmayaq. Quşlar da qorxduyalar. Qorxmayın. Ay, yaman canavar bu. Nəysə, yuyarım birazdan bunu. Arkadaşlar, dostlar, sağ olun, salamat qalın. Özünüz baxın, gələn bölümdən görüşmək edək. Yəni yuxuma girdi o şey, həmin videolar, yəni video çəkmək videoları. Ona görə eğlenceli video düzələcəm. Hətta olsa Mr. Beşi tanıyarsınız bəlkə. O da sokak videolar, sokak heyvanlara video hazırlamışdı. Bir də şey tanıyarsınız bəlkə. Kimdə o? Kim idi o? 100 min, 100, 700, 100, 800, 100, 700 özdə qaç. 170 belə min abunələri var idi. Oğlan idi, bırıq baş. Adını tapanmaydım amma. Baxsaydı videoma yaxşılardı amma neyini. Yəni ondan götürmüşəm. Ondan götürməmişim dostlar. Yəni ondan götürmüş kimiyəm. Başta onu dostlar şeydə 10 mində çəkəcəkdim bu videonu. Amma neyini 600-də çəkəcəm. Çünki dostlar yatamıram. Yəni o qalamıram dostlar. Nə ağarım. Sağ olun, salamat qalsınlar. Özünüz baxın, gələn bölüm olsaydı videoyu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. Video bəyən, mütləq bəyən videonu. Kanalıma da abunə ol. O ki 700-ə tez ol, 700 ol, 800 olaq.